Deməli burada 10 nömrəli sualda göyərçində yumurtalığın yetişmə zonasının sonunda əmələ gələn X cinsi xromosom daşıyan qametlərin sayı 4 ədəddir. Y cinsi xromosom daşıyan yönəlici cisimciklərinin sayı isə 12 olarsa neçə qamet Y cinsi xromosomuna malik olacaq? Ümumiyyətlə göyərçin heteroqamet orqanizmdir. Dişiləri heteroqametdir, erkəkləri homoqametdir. Burada belə bir düsturumuz var. Yönəlici cisimcik Y cinsi xromosomların sayı bərabər olur başlanğıc hüceyrə üzərində gəlsin qametdəki X xromosomların sayı. Asan və rahat bir usul. Bu nə deməkdir? Burada bizim qametin X-i 4 ədəddir. Baxır, X cinsi xromosom daşıyan qametlərin sayı 4. Y cinsi xromosom daşıyan yönəlici cisimciklərin də sayı 12 ədəddir. Bunu tapdıq. Neynir burada? Başlanğıc hüceyrəni biz tapırıq. Yəni, başlanğıc hüceyrə bərabərdir 12 çıxılsın 4 bərabərdir 8. 8 başlanğıc hüceyrədir. Bu 8 başlanğıc hüceyrədən 4'ü X-dirsə 4'ü də olacaq nə? Y olmuş olacaq. Taban.